Salam dostlar. Her vaxtınız xeyirli olsun. Apimaxlarımız geldi. ...2028-ci ilə qədər vaxtı var. Yəni 2025-ci ildə istehsal olunub, 2028-ci ilə qədər istifadə etmək olar. İnşallah vetom isə dostlar, bundan sonra vetom yemləməsi aparacağıq. İnşallah bunu sizə bir neçə dəfə izah etmişəm, hər il paylaşıram. Apimax mən satmıram, bilmirəm harda satılır. Mənim üçün yaxşı dostlar Rusiyadan alıb göndərir. Allah onlara can sağlığı versin. Allah onlara qərib yerdə qorusun. Allah onların təsərrüfatına, biznesinə bərəkət versin. Hər birinə buradan təşəkkür edirəm. Deməli, mən necə edirəm? 10 litr şərbətə 1 kiloqram təbii balımızdan qatırıq və 1 flakon Apimax. Yaxşıca qarışdırıb hər bir arı ailəsinə 200 qram, 250 qram vermək olar dostlar. Bu Apimaxlı yemləmə litrlərlə vermək üçün deyil, arıları müalicə etmək üçündür. O da ki 200 qram kifayət edir ki, hər bir arı ailəsi onu həmin gün istifadə etsin. Yəni hər bir arıya çatsın ki, bu balzam Apimax tərkibi təbii otlardır, bitkilərdir. Yəni sarımsaq, acı biber, acı yovşan, şam ağaclarının iynələri, efir yağları bax bu cür tərkibə malikdir. Arıların da bir çox xəstəliyə qarşı bir preparatdır. Yəni həm nazemadan, həm akarafidoz gənəsinə qarşı, hətta varroya belə təsir edir dostlar. Apimaxla bağlı axırıncı dəfə hər kəsə izah edirəm. Çünki bezmişəm. Bezmişəm nədən? Hər il yaz və payız ayında Apimaxı paylaşıram. Yenə də yazırlar, onu necə vermək olar, hardan almaq olar, neçə dəfə vermək olar. Demək,
heç kim özünə əziyyət vermək istəmir. Mənim YouTube kanalımda 300-dən artıq videolar paylaşmışam ki, arı ilə bağlı körpə uşaq da baxsa nəsə edə bilər. Bölmədən tutmuş, mərtəbədən tutmuş hər cür videolar paylaşıram. Amma özünə heç kim əziyyət vermək istəmir, axtarmaq istəmir. Hər kəs hazırın istəyir ki, telefonla zəng vurum, ağlına nə vaxt gəldi, soruşum və yaxud mesaj göndərim. Deməli, Apimax mən satmıram. Harda satılır bilmirəm. Dedim sizə, mənim üçün hardan gəlir. Allah yaxşı dostların canını sağ eləsin. Bunun verilmə qaydası yaz və payız aylarında. Rus istehsalı Apimax. 100 qram Apimax 10 litr şərbət üçün nəzərdə tutulur. Sizin arılarınız əgər azdırsa, yenə də deyirəm, 1 litr şərbət üçün 10 qram Apimax qarışdırılır. 4-5 arı ailəsinə bərabər bölünür. Yəni 200-250 qram verə bilərsiniz. 3-4 dəfə 3 gündən bir. İndi sabah yenə yazacaqlar, Apimax'ı necə verim? Harda satırlar? Ay qardaş, mən nə bilim harda satırlar? Get baytarıq apteklərindən soruş, harda satırlar? Hardan gəldiyini mən paylaşdım, göstərdim. Artıq boğaza yığılmışam bu eyni şeyləri soruşmaqdan. İndi göstərdim 200-250 milligram. Hər bir arı ailəsinə 3-4 dəfə. Vəssalam, Apimax'la bağlı məni narahat eləməyin qardaş. Amma YouTube'da ötən ildə paylaşmışam, ondan öncəki illərdə paylaşmışam. Vəssalam, sağ olun, özünüzü qoruyun.